Təsəvvür edin ki, adi bir qida, məsələn, süd, yumurta və ya fıstıq bizim üçün sadəcə qidadır. Bəziləri üçün isə təhlükə siqnalı. Buna qida allergiyası deyilir. Qida allergiyası bədənin bəzi qida maddələrinə qarşı həddindən artıq reaksiya verməsidir. Dünyada insanların təxminən 2-3% bu problemdən əziyyət çəkir. Allergen qəbul edildikdən sonra bədənin reaksiyası sürətlə başlayır və dəridə qızartı, səpki və qaşınma, üz, dil, dodaqda şişkinlik, qarın ağrısı, qusma və ishal, öskürək və nəfəs darlığı, eləcə də baş gicəllənmə və halsızlıqla özünü göstərir. Ən təhlükəli hal isə anafilaksiyadır. Qəfil başlayaraq həyati təhlükə yarada bilən reaksiya. Ən çox allergiya verən qidalar arasında inək südü, yumurta, dəniz məhsulları, buğda və glutenli taxıllar, soya və küncüt toxumu yer alır. Xüsusilə yer fındığı və bəzi çərəzlər ömür boyu allergiya yarada və ciddi fəsadlar doğura bilər. Qida məhsullarının üzərində allergenlər mütləq göstərilir. Hər zaman tərkibi diqqətlə oxuyun. Qeydlərə diqqət yetirin. Uşaqlara yeni qida verərkən ehtiyatlı olun. Bədənimizin reaksiyası təsadüfi deyil, o bizi xəbərdar edir. Doğru məlumat və diqqətli seçim ilə sağlamlığımızı qoruya bilərik.